Yenə soyuducuda nə varsa yeyib bitiriblər. Axırda mən bu evdəkilərin ağzında qıfıl vuracağam. Bir həftə bundan öncə aldığım 4 ədəd yumurtanı, 280 qram əti insan necə yeyib bitirə bilər? Elə bilin ki, göydən tökülməyir bu. Yenə təzədən alış-veriş etməliyəm, yenə qanım qaralmalıdır, yenə canımdan can getməlidir. Başlayaq toyuqdan. Təzyiqim artıq oynadı, bax pul çıxacaq deyə bədən hiss edir ki, pul çıxacaq. Hoş geldiniz. Salam əleykum. Gəlin belə edək, bu bütöv balaca toyuğun ən böyük budunu. Baxın görün, hansı böyük buddursa onu verin. Çox sağ olun, təşəkkür edirəm. İndi bunu yeyin, görün necə yeyəcəksiniz. 3 ədəd böyük yumurta lazımdır. Bunlar hamısı eyni boydadır. 3 ədəd yumurta. Biri mənim, biri arvadım, biri də lap böyüyü lazımdır. Bunu da nəvələrim gəlsə onlar, olmasa da inşallah gəlməzlər, özümüz yeyərik. Pendirlər əladır. Pendir özdə yeyilən şeydir bizdə. Əsas özüm xoşlayıram. Odur ki, gözümü yumuram, ürəkli. Hansını düşsə onu da götürəcəyəm. Qismətə baxın. Çox oldu bu deyəsən. Ən balacası budur. Olsun. Mənə zəhmət olmasa 275 qram ət verəcəksiniz. Bir də onu dolmalıq edin. Yarpaq dolması üçün. Yenə siz. Bəli. Hər yerdən sən çıxırsan, xəbərin var. Tez vurun bunları. Bu qədər bazarlıq olar. Axırıncı dəfə buradan bu qədər bazarlıq edən olubdur. Ödəniş kartla olacaq yoxsa nə? Kartla olacaq yoxsa nə? Nə fərqi var? Onsuz da mənim canımdan çıxır da bu pul. Elə deməyin, fərqi çoxdur. Əgər siz ödənişinizi A-kartla etsəniz, bu zaman siz tam 2% keşbək qazanmış olursunuz. Nə qədər? 2%? Bəli. Akartla alış-veriş edirəm, 2% keşbək mənə qayıdır. Bəli. Sən şəhət xəbər olasın, keyfim asıldı. Elə mənim akartım da var. Akartla vururuq. Bəli, Düzdür? buyurun. Necə vururuq bunu? Yaxınlaşdırın. Sağ ol, təşəkkür edirəm qızım. Yaxşı yol. Keyfim açıldı. 2% keşbək əla oldu. Deyirəm, bəlkə canımı dişimə sıxım. 2 ədəd də portağal alım.